Hörmətli cənab prezident, hörmətli xanımlar və cənablar, ilk növbədə cənab prezident sizi bir daha Azərbaycanda, Qarabağda salamlayıram. Azərbaycana xoş gəlmisiniz. Şadam ki, Slovakiya-Azərbaycan əlaqələrinin inkişafı uğurla gedir. Bizim siyasi təmaslarımız müntəzəm xarakter alır. Keçən ilin sonunda Slovakiyaya rəsmi səfərimi məmnunluqla xatırlayıram və mənə göstərilən qonaqpərvərliyə görə bir daha sizə təşəkkürümü bildirmək istəyirəm. Doğrudan da belə dinamik əlaqələrin inkişafı iki tərəfin niyyətini göstərir. Bugün biz bir çox məsələləri müzakirə etmişik və bir daha gördük ki, gündəliyimiz kifayət qədər genişdir. Nümayəndə heyətlərinin tərkibinə baxmaq kifayətdir ki, hər kəs görsün ki, hansı istiqamətlər üzrə fəal işlər gedir, dialoq gedir və təkcə dialoq yox, praktik işlər. Və bugün Slovakiya-Azərbaycan siyasi əlaqələri çox yüksək səviyyədədir və qarşılıqlı səfərlər bunu əyani şəkildə göstərir. 2024-cü ildə biz strateji tərəfdaşlığa dair birgə bəyannamə imzalamışıq və bəyannamənin icrası göz önündədir. Çünki belə fəal siyasi təmaslar və birgə layihələrin icra edilməsi əlbəttə ki, güclü siyasi iradə tələb edir. Biz çox şadıq ki, Slovakiya Qarabağın bərpasında fəal iştirak edir və bugün cənab prezidentlə birlikdə Ağdam rayonunun baş Gərvənd kəndinə biz gedəcəyik. Burada Slovakiya şirkəti ağıllı kənd layihəsini icra edir və bu layihə ilə tanış olacağıq və bu dəstəyə və Qarabağın bərpasına verdiyiniz töhfəyə görə sizə bir daha təşəkkürümü bildirmək istəyirəm. Müzakirə edilən məsələlər arasında təbii ki, ənənəvi məsələlər üstünlük təşkil edirdi. Ticarət, iqtisadi əlaqələr, energetika sahəsində əməkdaşlıq, hərbi texniki sahədə əməkdaşlıq və digər sahələr prioritet təşkil edir. Bütün bu məsələlər ətrafında çox səmimi və açıq müzakirələr aparılmışdır. Nümayəndə heyətlərinin üzvləri da daim təmasdadırlar bugün və sabah. Prezidentin səfəri sabah Bakıda davam etdiriləcək və bir daha mənim dəvətimi qəbul etdiyi üçün və səfərini o cümlədən Qarabağa etdiyi üçün cənab prezidentə öz təşəkkürümü bildirmək istəyirəm. Bu bir daha münasibətlərimizin nə qədər səmimi və mehriban olduğunu göstərir. Və əminəm ki, bundan sonra da bu münasibətlər uğurla inkişaf edəcək. Çünki biz konkret işlərin tərəfdarıyıq. Hər iki tərəfli münasibətlərə çox böyük önəm verir. Və deyə bilərəm ki, son illər ərzində çox güclü tərəfdaşlıq yaradılmışdır. Onu da bildirməliyəm ki, Prezident Pellegrini Azərbaycana ilk dəfə səfər etmir. O deyə bilərəm ki, Slovakiyadan olan yüksək vəzifəli şəxslər arasında birinci insan idi. Hələ əvvəlki vəzifədə Azərbaycana səfər etmişdir. Həm parlamentin sədri kimi, həm baş nazir kimi, prezident kimi bizim beynəlxalq iqlim konferansında iştirak etmişdir. Və bugün də rəsmi səfərdə Azərbaycandadır. Bir daha cənab prezident sizi salamlayıram və sizə xoş səfər arzulayıram. Hörmətli cənab prezident, icazə verin Azərbaycana rəsmi səfərimin burada, Qarabağda, Şuşa şəhərində təşkil etmək
təşəbbüsünüzə, həmçinin səmimi qəbula görə bütün nümayəndə heyəti adından səmimi təşəkkürümüzü bildirim. Keçmişdəki görüşlərimiz əsnasında biz Qarabağ və onun gələcək inkişafı barədə xeyli danışmışdıq. Bu səbəbdən bugün nümayəndə heyətindəki həmkarlarımla birgə burada olmaq, bu bölgənin inkişafında əldə edilmiş böyük tərəqqini öz gözlərimizlə görmək böyük şərəfdir. Mən bu ərazinin azad edilməsindən sonra qısa müddət ərzində burada əldə olunmuş nailiyyətləri ehtiramla və iftixarla qeyd etmək istərdim. Eyni zamanda mən olduqca şadam və fərəhlənirəm ki, Slovak şirkətləri Qarabağın yenidən qurulmasında iştirak edirlər. Qəti şəkildə inanıram ki, onlar burada gələcəkdə icra olunacaq bir çox digər mühüm layihələrə davamlı şəkildə töhfə verəcəklər. Cənab Prezident, sizin sözlərinizin təsdiqi olaraq qeyd edim ki, Slovakiya ilə Azərbaycan arasında strateji tərəfdaşlıq sadə formal bəyannamə deyil. Ölkələrimiz arasında münasibətlər standart diplomatik əlaqələrin hüdudlarını keçir. Biz həqiqətən dost ölkələrik. Biz bir-birimizə xeyli kömək edən və əla münasibətlərimizi konkret layihələrə, əyani əməkdaşlığa çevirən dostlarıq. Mən həmçinin şadam ki, nümayəndə heyətimdə Slovak Respublikası hökumətinin yüksək rütbəli nümayəndələri var. Bugün və sabah onlar öz Azərbaycanlı həmkarları ilə görüşə biləcəklər və Cənab Prezident, sizin vurğuladığınız əməkdaşlığın konkret sahələrini müzakirə edəcəklər. Mən həmçinin şadam ki, nazirlərimizlə yanaşı, mərkəzi banklarımızın rəhbərləri də buradadır. Onların da müzakirə olunacaq bir çox mühüm məsələləri var. Cənab Prezident, mən səmimiyyətinizə, həmçinin aramızda olan açıq və ürəkdən gələn diyaloqa görə sizə dərin təşəkkürümü bildirmək istərdim. Çünki iki dost ölkənin dövlət başçıları məhz bu cür çalışmalıdırlar. Slovakiya praqmatik münasibətləri qurur. Dünyanın istənilən yerində özünə tərəfdaş və dost axtarır. Çox məmnunam ki, Azərbaycan onların sırasındadır. Azərbaycan mühüm regional iştirakçıdır. O, sabitliyin və inkişafın qarantıdır. Şərqlə qərbi birləşdirən logistika və nəqliyyat marşrutlarının əsas qovşağı rolunu oynayır. Azərbaycan bu baxımdan mühüm əhəmiyyətə malikdir. Cənab Prezident, mən həmçinin enerji böhranı zamanı Azərbaycanın operativ cavabına görə sizə və Azərbaycana təşəkkürümü bildirmək istərdim. Həmin vaxt siz öz hazırlığınızı və arzunuzu bildirdiniz ki, ölkəmizə təbii qaz təchiz olunsun. Bütün bunlar qazın Ukrayna vasitəsilə tranziti dayandırıldıqdan sonra boşluğun doldurulmasına böyük töhfə idi. Şadam ki, nazirlərimiz 2027-ci ildən sonra enerji təchizatı üçün sabit, uzunmüddətli həll variantının tapılmasında müzakirələri davam etdirəcəklər. Cənab Prezident, mən çox məmnunam ki, bugün günorta biz yenicə tikilmiş kəndi ziyarət edəcəyik. Mən həmçinin səmimi minnətdarlığımı bildirmək istərdim ki, bu kənddə yaşayacaq uşaqlar üçün məktəb və ətraf sahə görkəmli tarixi şəxsiyyət, Slovak generalı Milan Rastislav Štefanikin adını daşıyacaq. Beləliklə, Slovakiyanın irsi uzun müddət burada, Qarabağda olacaq və həmin məktəbə gedəcək bütün uşaqların, valideynlərin və müəllimlərin həmçinin Slovakiyaya bağlılığı olacaq. Biz şadıq ki, Slovakiya ilə Azərbaycan arasında münasibətlər iqtisadiyyatın və diplomatiyanın hüdudlarını keçir. Hər iki ölkənin vətəndaşları get-gedə daha çox səfərlər edirlər. Oktyabrdan etibarən birbaşa uçuşlar başlayacaq. Cənab Prezident, çox məmnunam ki, sizin Bratislavaya səfərinizdən sonra biz bu fürsəti elan etdik. Lakin indi 2026-cı ildə bu artıq reallıqdır.
Bununla da iki ölkə bir-birinə daha yaxın olacaq. Təhsil, insanlar arasında təmaslar və əlbəttə ki, biznes sahəsində əməkdaşlıq daha da asanlaşacaq. Eyni zamanda şadam ki, Azərbaycana səfərim zamanı məni böyük işgüzar nümayəndə heyəti müşayiət edir. Və sabah İqtisadiyyat Nazirimiz öz Azərbaycanlı həmkarı ilə birgə növbəti Azərbaycan-Slovakiya Biznes Forumunu açacaqlar. Bununla da Slovakiya ilə Azərbaycan şirkətləri bir araya gələcək və ümid edirəm ki, onlar əməkdaşlıq üçün yeni imkanlar tapacaqlar. Bu bizim sizinlə ümumi tutduğumuz mövqeyə tam uyğundur. Yəni, münasibətlərimiz yalnız bir tərəfli ticarətə, bir tərəfin satdığına, digər tərəfin aldığına söykənməli deyil. Əksinə, biz mümkün qədər çox birgə layihələr istəyirik. Biz əməkdaşlığın qarşılıqlı şəkildə faydalı olacağı sahələrdə birgə işləmək istəyirik. Mümkün olan sahədə birgə istehsal etməyi, texnologiyanın ötürülməsini asanlaşdırmağı və bir tərəfli deyil, hər iki ölkəyə fayda gətirəcək birgə layihələri həyata keçirməyi arzulayırıq. Slovakiya Respublikası üçün təhlükəsizlik və sülh fundamental əhəmiyyət kəsb edir. Buna görə mən regionumuza təsir göstərən gərginliyin aradan qaldırılması, istər Rusiya ilə Ukrayna müharibəsi, istərsə də yaxın şərqdəki çətin vəziyyətin diplomatik həlli istiqamətində Prezident Əliyevin və Azərbaycanın bütün səylərini alqışlamaq istərdim. Biz Slovakiyada qəti şəkildə inanırıq ki, müdafiə imkanlarının gücləndirilməsi, cari münaqişələrin qarşısının alınmasına maliyyə dəstəyinin göstərilməsi ilə yanaşı, Avropa liderləri danışıqlar masası arxasında diplomatik həll variantlarının tapılmasına daha çox vaxt ayırmalıdırlar ki, biz müharibəni öz qitəmizdən mümkün qədər tez çıxaraq və bütün regionların rifaha layiq inkişafına yenidən diqqət göstərək. Mən həmçinin təsdiqləmək istərdim ki, 2027-ci və 2028-ci illərdə Slovakiya Bakıdakı səfirliyi vasitəsilə NATO-nun Azərbaycanda əlaqələndirici səfirliyi kimi işini davam etdirəcək. Çox şadam ki, müdafiə nazirlərimiz təhlükəsizlik və müdafiə imkanları sahəsində əla əməkdaşlıq edirlər. Həmçinin şadam ki, Slovakiya birgə əməkdaşlığımızın və razılaşmalarımızın ilk nəticələrini bu ilin sentyabrında Bakıda keçiriləcək əsas müdafiə sərgisində göstərə biləcək. Cənab Prezident, bizə vaxtımızı burada, Qarabağda və Bakıda keçirmək fürsəti yaratdığınıza görə sizə olduqca minnətdaram. Bu günə qədər göstərdiyiniz dostluğa və əməkdaşlığa görə təşəkkür edirəm. Çox şadam, biz dialoq və birgə fəaliyyət nəticəsində davamlı olaraq göstərəcəyik ki, Azərbaycan ilə Slovakiya arasında münasibətlər boş sözlərə əsaslanmır. Münasibətlər formal xarakter daşımır. Onlar konkret layihələrə və tutarlı tədbirlərə əsaslanır. Gələcək görüşlərimizi səbirsizliklə gözləyirəm. Mən həmçinin məmnunam ki, siz mənim Azərbaycana etdiyim səfərləri xatırlayarkən bildirdiniz ki, hər dəfə yüksək siyasi vəzifədə olmuşam. Bununla çıxışı daha şən notla bitirim. Görünür, hər dəfə Azərbaycana səfər edəndə hər işim yaxşı gedir və siyasi karyeram növbəti mərhələyə keçir. Buna görə də sizə minnətdaram. Hər ikimizə daha çox yaxşı və dost görüşləri, ölkələrimizə isə davamlı rifah və əla münasibətlər arzu edirəm. Çox sağ olun, cənab Prezident.